Denen sözüm. Selamünaleyküm. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Allah qazilərimizə, veteranlarımıza kömək olsun. Mən Şahin Mühəbbətoğlu Mədətov, 11-i 10-cu hərbisi, 1-ci Qarabağ müharibəsi iştirakçısı Öyal Şahinoğlu Mədətovun atası. Tanıyanlar da tanıyır. Canım qurban olsun cəm şəhidlərimizə. Mən şəxsən nömrə alıb, Kamal o qulağı da çəkərdən alarım da. Nömrə alıb onların portal dediyinə zəng elədim. Mənim balam Reyal Şahinoğlu Mədətov. Yenə deyirəm, canım qurban olsun cəm şəhidlərimizə, hər birinin qarşısında baş əyirəm. Zəng elədim, mənə dedilər ki, 300 manat portala keçirirsən, balam Qırmızı Bazarda Şuşada şəhid olur. 300 manat keçirərsən, sonra da bilet alarsan, gedərsən Şuşaya, Şuşa qalasına. Mən bu ayaqlar baxıram, qarşımdan dünənki yəsi məlum olmayan çıxıb, Şuşa qalasının qabağında, hansı ki, o Şuşa qalasına qollarında yaralı, özləri canları zədəli Şuşa qalasını alan oğulların həmin oğullar alıb. Həmin oğulların aldığı Şuşa qalasında mini yubqanı geyinib, burasını qaldıra özünü reklam elətdirir. Ay o portalda işləyənlər. Həmin bu oğlun atasıyam, bu oğlun. Özüm də 5 il canımı qoymuşam. Hərbisi 7 il Almaniyada, Rusiyada sonra gəlib könüllü dəstə qurub, götürüb gedib o sərhədlərdə canımı qoymuşam. Canımı getirib indi oraya, o kazinodan çıxardık. Özümüzdə müştəri yığırtığa portalda işləyənlər. Min yufqa orada Şuşa qalasını, tarixi, qədimi, dünya səs salan oğullar aldığı Şuşa qalasında. Mənim sizə sözüm yoxdur. Allah özü pənahında saxlayın, cənab prezidenti. Ay qədələr, bir baxın, görün kimi bırakırsınız oraya. Allah özü pənahında saxlasın, canım qurban olsun. Siz oradan, salam aleyküm. O oğlun rəhbərliyi ilə, o dahi sərkərlərimizin rəhbərliyi ilə bu oğulların aldığı Şuşa qalasına kimləri yollayırsınız? Ayıb olsun sizlərə. Söndür qardaşım.